Nəsimi öyrənir ki, yaradan bunun içindədir. Bu güc bundadır. Bu istəyir ki, insanlara başa salsın ki, deyir ey müsəlmanlar, yaxşı bilin ki, haqq sizdədir. Yəni nətər? İnsanoğlu inkar edir axı, deyir Allah göydədir, Allah məsciddədir, bəli. Allah pirdədir, imamdadır, peyğəmbərdədir. Bu da deyir ki, Allah səndədir. Üzvə deyir, patavatsız şəkildə, rahat şəkildə. İnsanlar da o dövrdə bunu algılamır beyni, algoritmanı ki, necə yəni Allah məndədir, mən Allah olanmaram. İnsan özündə Allahın olduğunu qəbul eləyə bilmir. İnana bilmir də, bu limitsiz bir varlıqdan bir hissədir. Çünki biz dildə deyirik axı Allah bizdədir, Allahın bir hissəsiyik. Realda onu hiss eləyirsiniz? Yox. Yəni günümüzün neçə faiz onu hiss eləyirik? Necə hiss eləməliyik ki onu? Yəni fərz elə, mən bunu yaşamışam həyatımda. Bu təlimləri keçəndən sonra demək 7-ci leveli, mərtəbəni araşdırırdım, boyutu. Və bir gün dedim ki, Murad, indiyə qədər nə bilim, pulun, maşının, onun bunun frekansına qoşulmuşuq, əldə etmişik. Bu gün mən tanrılıq frekansına qoşulacağam. Yəni yaradan məndəymiş kimi davranacağam, o cür danışacağam, o cür hiss eləyəcəm. Yuxudan durdum, başladım, sanki tanrı mənim içimdədir, iç səsimdədir, dialoqumda. O məndədir. Artıq bir nə oldu? Bütün seçimlərim dəyişirdi. Necə? Özümə sual verirdim. Deyirdim ki, Murad, fərzlə yaradan səndə qonaqdır, elə bir içindədir. O necə bir həyata haqq edir? Baxdım ki, komfortlu, zəngin, rahat. Amma normal Murada desən, deyər yox, sadə, minimalist, kiçik bir həyat haqq edir. Amma yaradanın məndə olduğunu idrak edəndən sonra seçimlər dəyişir. Seçim dəyişir deyəndə nəyə doğru dəyişir? Yəni seçim sən nə istəyirsən ondan sonra? Limitsizə doğru gedir. Əvvəl məsəl limitsiz, yəni nə nəzərdə tutursan? Bax tutalım ki, düşmüsən o şeyə. Sən nə istəyirdin onda? Deməli, həmin vaxt əsas mənim istəyim ondan ibarət idi ki, mən tanrılıq frekansına keçəndən sonra hansı güc məndə olacaq? Bu çox təhlükəlidir. Ya mən Firon olacağam, bitər Firon kimi hiss eləyəcəm. Yəni iki prizma var da. Ya mən təxəyyülümdə qururam və eqom məni alladır ki, tanrı məndədir. Bir müddət sonra özümü allahlaşdıra bilərdim. Yəni bir yanılsamaya düşərdim də ki, insanlar deyirdi bəlkə Nəsimi də elə eləyir, özünü allahlaşdırıb. İkinci yanaşma başqa cür idi onda, amma yenə də hə. Prizma olaraq özümdə olanı deyirəm. İkinci olaraq da ya da mən yaradanın gücünü özümdə kəşf eləyib daha da ilahi sevgiyə düşəcəydim. Bu tanrılıq frekansı ilə günə başladım. Gedirəm, demək maşını aparmışdım yudutmağa. Baxıram ki, növbədir, 4 nəfər var. 4-ü də gəldi dedi ki, qardaş, sən keç bizdən qabaq yox. Mən də belə birinci algılaya bilmirəm ki, bunlar mənə niyə belə deyir. Öz üstümə falan baxıram ki, nə baş verir məndə. Hara gedirəm? Baxdım ki, sanki insanlar mənə xidmət etmək istəyirlər. O anda mənə dank elədi ki, türklər deməli. Mən axı özümü qoşmuşdum tanrılıq frekansına. İnsanlar tanrıya nə edir?